podkastımızda sizi salamlayır və bizi izlədiyiniz üçün təşəkkür edirik. Ümid edirik ki, açacağımız söhbətlər sizə həm faydalı, həm də maraqlı olacaq. Çalışacaq ki, bundan sonra davamlı olaraq YouTube üzərindən ən aktual mövzuları diqqətinizə çatdıraq və bu istiqamətdə mütəmadi fikir mübadiləsi aparaq. İlk mövzumuz isə Amerika Birləşmiş Ştatları və İran arasında son dövrlərdə artan gərginlik və artıq aktiv hərbi qarşıdurma mərhələsinə davam edən proseslərdir. Onu da qeyd edək ki, həm bu mövzunu, həm də digər qlobal, iqtisadi, siyasi prosesləri mütəmadi olaraq 4 dəfə millət vəkili seçilmiş professor Rüfət Quliyevlə müzakirə edəcəyik. Rüfət mənim salam, hər vaxtınız xeyir. Mövzu ilə bağlı ilk sualımız bundan ibarət olacaq ki, ümumiyyətlə Amerika Birləşmiş Ştatları və İran arasında gedən müharibəni, hazırki vəziyyəti necə dəyərləndirərdiniz? Pis. Və qeyd eləmək istəyirəm ki, maraqlısı odur ki, ortada müharibə gedir. Amerika deyir ki, mən qələbə salmışam. İran deyir, mən qələbə salmışam. İsrail deyir, mən qələbə salmışam. Mən, ola bilər, belə deyək də, hərbi texnologiyadan, nə bilim, bundan bir o qədər də başım çıxmaz, amma mənim maraqlıdır. Burada ucuzan kim oldu? Ona görə mən hesab eləyirəm ki, çox sadə formada buna baxmaq olmaz. Bu bir. İkinci, mən hələn bir ay yarım bundan qabaq demişdim ki, ən azı bu may ayının 1-nə qədər ən azı bu dava-dalaş gedəcək. Ola bilər müəyyən sönsün, müəyyən artsın. Heç bu müharibənin birinci ən pis fəsadı nədir? İnsan tələfatıdır. Bu bir mənalıdır. Ən pis tələfatı da odur ki, bundan ümumi bəşəriyyət əziyyət çəkir. Qiymətlər qalxır. Logistika qalxır, inflyasiya artır. Mən düşünürəm ki, istənilən formada, hətta sabahlar müharibə dayandırılsa, ilin axırına qədər deməli, dünya iqtisadiyyatına bunun təsirlərini artıq biruzə verəcək, göstərəcək. Və deməli, bütün ekspertlər, maliyyə ekspertləri, Dünya Bankıdır, deməli, Avropa banklarının ekspertləri artıq deyirlər ki, ümumdaxili məhsulun, yəni bəşəriyyətin bizim yer kürəsində artıq hardasa 0,5% geriləmə olmalıdır. Bugünkü gün bu deyilir. Mən düşünürəm ki, bundan da çox olacaq. Artıq 3,7 proqnoz var idi. İndi ekspertlər deyirlər ki, valyuta fondları falan deyirlər ki, 3,2 olacaq. Mən düşünürəm ki, bu daha çox təsir edəcək. Nəyə görə? Baxın, görün, qiymətlər artıq artıb. Avropada da, bütün dünyada, Asiya ölkələrində deməli, enerji ilə əlaqədar 30-40% qiymətlər artıb. Aviabiletlərin qiymətləri artıb. Bu günləri, dünən mən ekspertlərin deməli, çıxışlarına qulaq asdım. Artıq bizim bəşəriyyətin təxminən elə bir formasına gəlib çatdırıblar ki, o körfəzdə gedən problemlərlə, Hormuz körfəzində gedən problemlərlə əlaqədar 20% neft və qaz dayandırılıb, o 135-140 gəmi gündə keçirdi o körfəzdən, boğazdan. Onlar keçə bilmir. Ondan başqa burada kənd təsərrüfatına lazım olan preparatlar var, hansı ki istifadə olunmalıdır. Onlar keçə bilmir. Avtomatik formada bu gətirib çıxardır nəyə? Gətirib çıxardır ki, kənd təsərrüfatı malların, qida məhsullarının qiyməti, maya dəyərisi artacaq, qiyməti artacaq. Bununla da hamıya bu təsir eləyəcək. Üstəgəl, bugünkü gün itkilər nədir? Ən belə primitiv formada hesablananda, deməli, İsrail qeyd edir ki, hardasa bir 30-35 milyard dollara qədər onun itkiləri var. Burada hələ hərbi itkilərdən söhbət getmir, yəni hərbi xərclərdən söhbət getmir. İran dediyinə görə hətta 200 milyard dollara qədər buna ziyan dəyibdir. Yəni bu bombaların nəticəsində. Amerikada bunu itki kimi hesab eləmir, deyir ki, bu bizim qələbəmizdir. Amma mən sizə deyim ki, hər gün müharibə günü Amerika üçün ən azı bəlkə də bir 300 milyon, 500 milyon dollar ən azı
gəlib bu rəqəmə gəlib çatır. Bu itkidir. Hərbi itkilərdir. Yəni bu da hələ bu günləri ancaq bu müharibənin nəticəsidir. Neftin qiymətin, qazın qiymətin qalxmanın nəticəsi, kənd təsərrüfatı, bunlar da itkilərdir. Ümumbəşər itkilərdir. Aha, Hörmüz boğazına biraz öncə toxundunuz. Ümumiyyətlə Hörmüz boğazındakı indiki situasiyanın iqtisadiyyata təsiri necə olacaq? Necə dəyərləndirirsiniz? Artıq iqtisadiyyata təsiri var. Logistika, daşınma xərcləri 20%-dən 40%-ə qədər artıb. Artıq biz bunu qeyd elədik, təbii ki. İkincisi də bu sarsıdmadır. Bu iqtisadiyyat üçün stresdir. Böyük stresdir. Və bunları da qoyum qırağa, mən sizə deyim ki, bu günləri ən çox problem yaradan məsələ odur ki, artıq bütün ölkələr bir-birinə baxıb, elə bil ki, oyuna başlayıblar, hamısı hərbi xərclərini qaldırır. Hərbi xərc, mən bunu həmişə demişim, bunu mən deməmişəm, bunu Karl Marx demişdi ki, bu elə bir quyuya atılan bir vəsaitdir. Yəni, bunun heç bir xeyri yoxdur. Əgər ölkə bu hərbi sursatları istifadə eləmirsə özü müharibə üçün, bu da daimi gedə bilməz. Biz Rusiyanın misalında görürük iqtisadiyyatının bərbad gününə düşməyi, amma o demək deyil ki, Rusiya sabahları iqtisadiyyatı çökəcək, mümkün deyil. Rusiya iqtisadiyyatının çökməyi bu formada da geçsələ bir 3 il, 4 il gedəcək, ən azı. Ona görə ki, o ərazidə dünyanın 27%-dən 40%-ə qədər təbii ehtiyatları var yer altında. Deməli, təsəvvür edin, nəhəng bir ölkədir. Amma qaldı ki, İranda mən düşünürəm, bilirsiniz, dediniz, mənim yadıma düşdü. Biz bundan qabaq da biraz söhbət elədik. Mənə maraqlıdır ki, jurnalistlər məndən soruşurlar ki, görürsünüzmü, bir ekspertlə Vəli, ekspert Əli, Mamet, Yura filan deyir ki, Trump gördün, nə boyda səhv elədi, Trump gözləmirdi. Siz divanda uzanıb, üzr istəyirəm, kofe içən, sigaret çəkən eksperti, Amerikanın prezidenti əlin altında 100 milyard dollarının vəsaiti olanı, 17 xüsusi təyinatlı qurumlar olan bir adamla siz bunu müqayisə edirsinizmi? Bu mümkün deyil. Bəli, ola bilər nəyisə düz hesablamayıbdır. Mən demirəm o düz edir, o heç də düz eləmir. Heç də düz eləmir. Amma biz gərək bilək. İndi təxminən proqnozum mən belə düşünürəm. Trump istəyir tam bu iki boğazın ikisini də ümumiyyətlə oranı bağlasın, məcbur eləsin ki, İranda bu yaxınlarda aclıq başlasın. Hörmüzdə nəzarəti. Bəli, fikir verirsinizsə, o artıq bildi ki, bunu bu formada devirmək olmayacaq. Onlar hakimiyyəti devirmək istəyirdilər. İndi də istəyirdilər, bundan qabaq da istəyirdilər, bundan sonra da istəyirlər. Ona görə ki, bu hakimiyyətlə bunlar dil tapa bilməyəcəklər. İndi İranın özündə də böyük problem var. Deməli, iki tirəli yaranıbdır. Rəsmi Tehranın bir hissəsi başda Araqçı olmaqla, deməli, Xarici İşlər Naziri ilə bunlar deməli, haradasa barışıq elan eləmək istəyirlər. Bunun əsası nədir? Əsası ondan ibarətdir ki, 85-90 milyon insan ac qala bilər. Ola bilər, bəlkə də orada 0,1000% varlı adamlar təbii ki, yemək tapıb, su tapıb, içib yeyəcəklər. Yəni, vətəndaş müharibəsinə gedə bilər deyirsiniz də? İndi burada bilirsiniz, Rus dilində buna ksir deyirlər, o xüsusi təyinatlı qüvvələr, basijlər. Deməli, bir 400 minə qədər ksirin əməkdaşları var. Bu, hökumətin içində hökumətdir. Təxminən bir o qədər də basic var, bunlar da ikinci köməkçilərdir. Təxminən 1,5-2 milyon bunların hərbi qüvvəsi var. İstəsələr, ümumiyyətlə, əhalinin 10% deməli, insanlarını bunlar çağırış eləyib qaldıra bilərlər, silahlandıra bilərlər. İnanmıram buna qədər geçsinlər, amma o ömrü varmı bu teokratik rejimin? Yəni, nə qədər dözəcək? Amerika dözəcək. Bir ölkə ki, özü pul çap eləyir. Onun üçün dözməyə nə var ki? Amma onun problemi nədir? Trump'ın noyabrda seçkilər söhbəti var. Senat və Konqres seçkiləri. Və burada Trump gərək uduzmasın. Uduzdu, impeachmentə çox yaxın olacaq. Uduza bilərmi indiki şəraitdə? Təbii. Görürsünüz,
çox sakit formada bir dənə də imkan yaratmır ki, Amerika deməli belə deyək, ayağı dəysin İran ərazisinə ki, insan tələfatı olmasın. Koreya, Vyetnam, Əfqanistan müharibəsi bu artıq Amerika üçün böyük stres oldu. Və mən sizə deyim ki, bu günə qədər də Amerika xalqı bu itkiləri yaddan Quru çıxarmır. əməliyyatının başlanılacağı deyilirdi. Bəli, o dedilər ki, Xark orada adası var, oradan bəli 90% İranın nefti gedir, inanmıram. Bilirsiniz, Trump mənə elə gəlir ki, uzun müddətli bir iş görmək istəyir. Qısa müddətdə alınmadı. Bunu mən də başa düşdüm. Artıq bunun üçün belə deyək də, o divan ekspertlərindən artıq düşünmək olar. Alınmadı. Yəni müharibə həmişə belə olur. Aha. Amma uzun müddətini onu iqtisadi boğmaqla, aclıqla, onu ədə-qorxu gəlməklə bu mümkün ola bilər. Son qərarı indiki müharibə ilə bağlı ümumiyyətlə gedişatı necə görürsünüz? Vallahi kimsə də əgər deyir ki, İranda çox rahat formada hakimiyyəti devirmək olar, inanmıram. Ona görə ki, baxmayaraq bunlar bir neçə eşalon bunların hakimiyyətini vurdu, öldürdü, məhv elədi. Hətta mən bunu ondan qabaq demişəm. Bilirsinizmi, İran nəyə görə təslim olmur? Mən nüvə silahını nəzərdə tuturam. İranın, mən bunu bir dəfə Ednews'da qeyd eləmişəm. İranın gözünün qabağında iki ssenari var. Biri Muammar Kaddafi Liviyadakı ssenaridir. 2003'də Muammar Kaddafinin saqqızına uğradılar qərb ölkələri və bu imtina elədi. Nüvə silahını tətbiq eləməkdən ala bilərdi. Özünün 120 milyard dollar Amerikada pulu var idi. Hakimiyyətinin Liviyanın 140 milyard, 260 milyarda nə qədər istəyir ala bilərdi. Satan da elə Şimali Koreya satardı. Nə bilim, hər halda tapa bilərdilər. İmtina elədi, 3-4 ildən sonra başını kəsdilər. İkinci misal Şimali Koreyadır. Altdan işini gördü. Bu günlərin nüvə silahıdır. Artıq nüvə ölkələri klubunun üzvüdür. Düzdür, qeyri-qanuni filan BMT xəbər verilmədən, bəşəriyyət bilmədən, amma var, de facto, Latinlər demişəm, var. Ona görə görürsünüz, onunla heç kimin heç bir işi yoxdur. Ümumiyyətlə, bölgədə baş verənləri dəyərləndirsək, qlobal enerji təhlükəsizliyi baxımından, indiki situasiya kritikdirmi? İqtisadi tərəfdən bəli. Mən inanmıram ki, hansısa bir ölkə, görürüm, yenə də o divanda oturan ekspertlər deyirlər ki, nüvə silahı istifadə olunacaq, atacaqlar, bu belə olacaq, filan olacaq. Mən inanmıram, heç kim nüvə silahını, İsrail özdə bunu istifadə edən deyil. Ümumiyyətlə, mən sizə rəqəmlər deyəcəm. Bəşəriyyətdə 57 ölkədə İslam dini var və yaxud da tətbiq olunur və yaxud da hətta İran kimi idarə olunur İslam dini ilə. 2 milyard müsəlman var. Baxın, rəqəmlərə. Dünya insanların sayından 23%-i müsəlmandılar. Bir dənə də İsrail var. Və təbiidir ki, Yahudi mafiyası var. Yahudilər dünyada ən varlı insanlardır. Amerikanı idarə edən kimdir və yaxud Rusiyanı idarə edən kimdir və yaxud bu günləri Ukrayna idarə edən kimdir. 100% burada Yahudi diasporanın gücü var. Nəyə görə ən varlı adamlardılar? Söhbət ondan gedir ki, insanlar hara qaçacaq? Və mən bir rəqəm də sizə deyim. Bu gün dünyada o qədər nüvə silahı var ki, onun 20%-ni əgər birdən başlasalar istifadə eləməyə, yer kürrəsi oxundan çıxacaq və onda Allah bilir nə olacaq. İkincini də sizə deyim, onların 75-80% istifadə olunsa və indi bu problem həqiqətdir. İstifadə bu avtomatikdir. Rusiyada artıq ölü əl deyirlər ona. Putin ona ölü əl deyir. Hansı ki, əgər hakimiyyət də olmasa, silinsə yer kürəsindən Rusiyada, avtomatik formada nüvə silahı istifadə olunacaq. Onda planet 50 dəfə toza çevrilə bilər. Yaxşı, bu varlı insanlar hansı ki silahı istehsal edir, satır, milyardlarla, trilyonlarla pul qazanır. Bunları bəyəmlə aya uça biləcəklər, uça bilməyəcəklər. Ona görə nüvə silahını heç kim
istifadə eləməyəcək. Bu zəncirvari bir proses ola bilər. Bunun qabağını almaq mümkün olmayacaq. Amma iqtisadi tərəfdən heç ondan az olmayan dünyaya böyük bir bəla gəldi. Gəlir və bizlər də, hətta Azərbaycanın özünə də təsir eləyəcək. Region ölkələrinə Biz qloballaşmış ölkədə yaşayırıq. Qloballaşmış şəraitdə yaşayırıq. Ona görə bizə də xaricdən bizə qida məhsullarını bizi götürəndə 40-45% qida məhsulları Azərbaycan təminatı idxaldır. Deməli, təsəvvür edin ki, orada maya qalxır, təsəvvür edin ki, qiymət qalxır, gəlib burada da qiymət qalxacaq. O zaman qiymət artımını yaxın dönəmdə biz müşahidə edə bilərik. Bilərik yox, biz onu müşahidə edəcəyik. Yəni, bu qaçılmazdır. İndi deyim ki, təbiidir ki, dövlət çalışır bunun qabağını alsa hansı formada. Amma siz bunun qabağını necə ala biləcəksiniz ki, tutalım ki, taxıl Rusiyada və yaxud da Qazaxstanda qiyməti qalxacaq. Məyəm onu kim ucuz verəcək? Bu suala cavab varmı? Kimsə ucuz verəcəkmi? Xeyr, heç kim ucuz verməyəcək. Amma mən ona görə deyirəm, əgər biz artıq keçiriksə Azərbaycanla əlaqədar məsələlərə, Azərbaycanda bilirsiniz, bizə stabillik lazımdır. Bax, sual verirdiniz mənə ki, neftin qiyməti qalxdı, biz artıq nə qədər qazanacaq? Ümumiyyətlə, biz bu günlər neftin hasilatıdır, bunun misal üçün ixracatıdır, bizdə o qədər böyük rəqəmlər deyil. Amma onu da sizə qeyd eləmək istəyirəm ki, Azərbaycanın kifayət qədər resursları var. Və bizə söhbət neft resursları. Neft və qaz resurslarından. Mən sizə deyim ki, son vaxtlar Xəzər dənizini deməli Körfəz deməli boğazı ilə deməli müqayisə eləyirlər. İkincidir. Bunu mən yox, bunu o divan ekspertləri yox, bunu İngiltərə ekspertləri deyib, bəli bir 4 il, 5 il bundan qabaq. Əgər bir barel neftin qiyməti $100-dırsa, Xəzər dənizin altında 5 trilyon dollarlıq neft və qaz, onu neftə bərabər eləyəndə deməli təxminən bu qədər. Bu 21% bizim yurisdiksiyadır, Xəzər dənizi. Düşünək ki, 1 trilyon dollarlıq bizim orada. Olsun 700 milyardlıq. O da kifayətdir. Amma yeni texnologiyalar lazımdır, yeni investisiyalar, yatırımlar lazımdır. Ona görə mən düşünürəm ki, bu mənada əgər kimsə belə qıraqdan danışanlar var, bəzi istəmirəm kobud formada deyəm, ağlına gələn danışırlar ki, Azərbaycanda neft qoxusu gedəcək, qaz qoxusu olmayacaq. Biz onu istəyirik. Biz istəyirik qeyri-neft sektorunu inkişaf elətdirək. Amma orada müəyyən nüanslar var, problemlər var. Onları gərək tədricən həll eləmək lazımdır və yaxud sürətlə. Amma Azərbaycanın hamı arxayın olsun. Bizi istəyənlər də, bizim düşmənlərimiz də arxayın olsunlar. Ən azı 50-60 illik Azərbaycanın nefti də var, qazı da var, imkanı da var. Biz inkişafa gedəcəyik. Bəli, problemlə, bütün dünya problemin içindədir. O necə ola bilər ki, siz qloballaşan dünyanın içində yaşayasınız? Amerikada bu günləri bilirsiniz, 30% benzinin pulu qalxıbdır. Yəni, yanacaqların pulu qalxıbdır, benzin deyil. Amerika, deməli, Venezuelanı zəbt eləyəndən sonra dünyanın 50% neft qazının sahibidir. Sual, nətər olursan bunun sahibisən? Maraqlı cavab olmalıdır da və sən öz ölkəndə bunların həssas yerində bu benzinin qiyməti qalxması Amerikada çox həssasdır. Nə qədər vaxt davam edəcək? Müharibə fonunda neftin qiymətinin biz $100 qədər bahalaşdığını, $100 ötdüyünü də gördük bu müddət ərzində. Proqnozunuz nədir? Yəni bundan sonraki mərhələdə? Mən düşünürəm düşəcək 80-a 90-a düşməlidir. Yəni bunun bu formada qalxmağına, indi burada arada bu körfəz açılır, bağlanır, o fonda söhbətlər oldu, o neftin birjalarda deyim, amma onu deyim sizə ya, o gecə ki Trump elan eləməli idi, səhər elan elədi ki, artıq 2 həftəlik sakit, sükut, nə ateşkəs falan, o da elə alınmadı, alınmayasıydı da. Həmən günü artıq birjalara fikir var idi, 144 bir barel, 144 dollar 42 sent. Amma səhər tam hər şey dəyişildi. Amerika
hardasa bir 200 milyon barel nefti artıq ehtiyatlarından çıxardıb dünya bazarına çıxardır. Deməli, Avropanın özünün xüsusi ehtiyatları var. 400 milyon bareli onlar çıxardırlar. İndi bu ay yarımlıq, 2 aylıq. Yaponiya başlayıb öz ehtiyatlardan hesab. Bütün ölkələrdə Çin başlayıb. Yəni müəyyən qədər bu təsir eləyəcək. Müəyyən qədər. Amma bu indi sual verəcəksiniz, görürəm gözünüzün içində sual var. Azərbaycan nə qədər bundan udacaq? İstənilən ölkə ola bilər, bəli, ola bilər 1 milyard, 2 milyard artıq. Amma region ölkələr ümumilikdə götürsək həm regiona, bəli, həm Azərbaycana təsiri necə olacaq? Yəni prosesin mən iqtisadçı kimi məsələ deyirəm. İqtisadiyyatın deməli inkişaf fəlsəfəsi stabillikdir. 80 dollar olsun, stabil olsun. Bilirsiniz? Olacaqmı? Olacaq, təbii. Burada artıq bəşəriyyətin maraqları var. İndi bu ora raket atdı, bu bura raket atdı, bu bitməlidir. Ona görə ki, insanların, burada bilirsiniz nətərdir? Bu gəlib varlı adamların marağına və yaxud da siyasətçilərin marağına toxunmalıdır. Trump'ın indi çıxış yolu yoxdur, hələ ki 1-2 ay. Burada deyirlər ki, Trump NATO'dan çıxacaq. Yaxşı, bu Amerikan konstitusiyası var. Trump, Amerika NATO'dan çıxmaq üçün senatın gərək 100 nəfər senator var. Bunun gərək 65-70% səs verməlidir və yaxud da kongres qərar verməlidir. Nə indi, nə bundan sonra bunu verməyəcəklər. O neynəcək? Öz əskərlərini çıxardacaq. Misal üçün deyirəm də, çoxu bilmir bunu. Trump icazəsiz, kongresin icazəsiz 60 gün konstitusiya yazılıb. Müharibə apara bilər. O vaxt ki yekunlaşır, ondan sonra o yerə ya icazə almalıdır, ya da müharibəni dayandırmalıdır. Bundan sonraki mərhələdə bəs Trump'ın addımı nə ola bilər? İndi müharibə aparmır ki, indi bəyəm müharibə gedir. Müharibə getmir, amma dünən Hörmüzdə yenidən İran gəmisi. Bəli, mən sizə əvvəldə dedim. O elə şərait yaratmaq istəyir ki, bu mənim fikrimdir. O elə şərait yaratmaq istəyir ki, İran xalqı qıtlıqdan əziyyət çəksin. Burada söhbət... İndi müşahidə olunurmu bəs o kim müşahidə olunur? Bilirsiniz, iqtisadiyyatda gedən proseslər o belə deyil ki, bu günləri nəsə oldu, sabah bir rüzə verir. Hətta bu inflyasiya hansı ki, biz bu günləri tez-tez gündə 40 dəfə eşidirik. O inflyasiya ilin axırına qədər, hətta bu günləri müharibə dayandırılsa, ilin axırına qədər öz fəsadlarını göstərəcək. Yəni bu belə tez olmur. Amma mən düşünürəm ki, əgər 2 həftə, 3 həftə bu blokada davam eləsə, artıq İran özündə də o hissiyat yaranacaq. Ona görə ki, çatdıra bilməyəcəklər. Vəziyyət, iqtisadi durum çox pisdir. Müqayisə eləmək olmazaq Amerikanın iqtisadiyyatını və İranın iqtisadiyyatını. Yəni yaxın 2 həftə üçün İran üçün gözləntiləriniz nələrdir? Mən hesab edirəm ki, onlar bu və digər formada, hansı bir formada, burada söhbət nüvə silahı, bir də proksi qüvvələrindən gedir. Ən əsas proksi qüvvələrə İran pul xərcləməsin, düşünürəm buna gedər. Bununla razılaşar, ona görə ki, İran xalqı da artıq böyük narazılıq var. Tək keçənləri Livanda 1 milyard dollar proksi, Hezbollahdır, Husitlərə pul göndərirlər, bütün hər yerdə pul xərcləyirlər, bir İran xalqı üzrə xərcləmirlər. Gərək bunu düşünməlidirlər. Amma nüvə silahından geriyə çəkilməsi, o böyük bir problemdir. Onu mən düşünürəm, əgər Amerika razılaşsa, MAGATE-nin nəzarəti altında o işləri İranda görməyə, bax bu sazişə yaxın ola bilər. Buna İran da gedər. Artıq İran da gedər. Amma boyun olacaq. Onsuz da keçmişdəki Xomeyni 2 dəfə fetva vermişdi ki, İranın deməli nüvə silahı olmayacaq. O fetvaların ikisi vardı bunda. O vermişdi ki, olmayacaq. Ona görə mən düşünürəm ki, bu günləri orada o belə deyək də o qüvvələr ki, reaksiyon qüvvələr daha gücləşdi. Bu günlər 2 tirəli idi İranda. İndi özləri gərək bir sonlu bir konsensusa gəlməlidirlər. Yəni bu Amerika bunu davam eləyəcək. İndi müharibə yox, qabağını bağlayıbdır. Heç kim heç nə eləyə bilmir. Nəfəsi bağlayıb, borunu bağlayıbdır. Sonuncu sualım, ümumiyyətlə Hörmüzə nəzarət kimdə olacaq? Bilirsiniz, maraqlı bir şeydir. Cənab Trump çıxış eləyir, deyir ki, mən
Hörmüz boğazını açdım. Mənim bala bu bağlı idi, bu açıq idi də onsuz da. Aha. Bu maraqlı bir şeydir də, çıxışlarda baxıram. Nəzarəti həmişə kimi necə olub, heç kimdə olmayacaq. Bu, bilirsiniz, Misirlilər Suez kanalından keçəndə haqq alırlar. Türkiyədə iki elə boğazlar var. Deməli, Dardanelladır, o bir şey adımdan çıxdı, deyəcəm. Bunlar lotsman haqqı alırlar. Yəni, lotsmanı göndərirlər gəmiyə, gəmidən keçirdir və onun haqqını verir. Orada belə bir bahadır. Danimarka almır. Nə Fransaya, nə İngiltərə, Lamanşa görə pul almırlar. Burada niyə pul alınmalıdır ki? Bundan qabaq pul alınmayıb, haqqı ondur. Amma bu günləri də səhər-səhər gördüm İranın rəhbərləri çıxış edir, deyir ki, biz ancaq dost gəmiləri buraxıb, amma onlardan haqq da alacaq. Bir barelə $1, amma dollarına yox. Buna görə də Amerikanın Maliyyə Naziri dəli olmuşdu ki, bunlar dollarla haqq istəmirlər. Bunlar artıq ya Kitay yuanı ilə istəyirlər, ya da ki, kriptovalyuta ilə. Bu Amerika üçün lap qəzəbləndirən bir problemdir. Nəzarət edə bilmir ona görə. Bu qədər. Çox sağ olun, təşəkkürlər gəldiyiniz üçün. İnşallah ki, davam olar bundan sonraki müsahibələrimiz, podkastlarımız. Amin.